kişi qanı suyla yuyar. Qanla yuymaz. Anam mənə dedi ki, mən Almaniyadaydım bu hadisə olanda. Yığdı məni. Mənə də birinci rasım yığıb. Səhər-səhərdir. Deyir ki, YouTube'a baxmamısan. Orada saat 8-dir, burada 11-dir. Noyabr ayında 9. Deyirəm, nə olub qarşı? Deyirəm, deyirəm, o gün narahatam axı Bakıdan. Deyirəm, sağ ol, nə olub? Həsə İskəndərlə Rəşadda, mən bacım oğlu Rəşadı deyir. Nə olub? Başım hayır. Demir mənə ki, Rəşad dağıldı. İkisi də mənim üçün qorxulu vəziyyətdir. Amma bacım oğlu ilə bibim oğlu lap şeydir. Deyirəm, vurub nə olub? Banisada deyir. Deyir, ölüb. Ay da. Ben danışam, o tüklərim biz biliyor. Sonra deyir ki, deyirəm, anam necədir? Elə mən bacım oğlu. Deyirəm, anam haradadır? Anam necədir? Deyir, yox, danışmamışam mənə ilə. Amma ağa ilə danışdım. Deyirəm, ağa kimdir? Deyir, Rəşadın qardaşı. Deyirəm, o dağlı Rəşad deyirsən. Deyirəm. Deyirəm, o başın xərabdır. İkisi də məsuldardır. Amma bacım oğlu 19 yaşında uşaq, yəni bibim oğlu, yəni düşmançılıq və nəsə biraz da istəndim üstünə. Sonra anam yığdı. Qayıtdı mənə ki, sənə ömrümdə bu sözü deməmişəm. Sənin südümü halay eləmərəm. 40-a qədər heç nə danışma. Heç bir şey danışma. Çünki Rəşad da səndir. Sən uzaqdasan. Bu dəqiqə mən də bilsən necə hazırlaşmışam. Bilməm o hadisə nədir. Doğrudan da Rəşad üçün pis hazırlaşmışam. Beynimdə ki, gələcəm, sözümü deyəcəm də Azərbaycan. Oradan demərəm. Çünki mən qəribçilikdə, 30 taxsıda, o kişilikdə. Anam qəti 40 gün səbrə, sənin südümü halay eləmərəm. Nə qədər jurnalist nömrəmiz oldu, tapılar, dedim, qardaşım, yox. Mən bu barədə danışmıram. Gəldim Bakıya, gördüm hadisələri. Gördüm ki, burada ikisi də bədbaxtlar. Yəni, oynaşı, Allah şeytana lənət eləsin, Mərdim Azara lənət eləsin. Anama dedim ki, sənə qurban olarım, sən mənə səbr eləməyə öyrətdin də. Yəni, indi mən bir hadisə olursa ya, nə qədər qərar vermirəm. Bilinizə. O mənə kömək oldu ki, mən Rəşad barəsində düzgün qərar verdim. Çıxar, gələr, oturarıq, dərdləşər. Ola bilər bizim dostluğumuz tutmaz, özü barədə.